Sumqayıtda 3 yaşlı uşaq qəflətən ölüb. Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi Xəzri yaşayış massivində yerləşən fərdi evlərin birində qeydə alınıb. Belə ki, 2022-ci il təvəllüdlü oğlan uşağının evdə halı pisləşib. O, Sumqayıt şəhər uşaq xəstəxanasına çatdırılarkən yolda keçinib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. 2022-ci il təvəllüdlü kişi cinsli şəxs ailə üzvləri tərəfindən Sumqayıt Tibb Mərkəzinin uşaq xəstəxanasına gətirilib. Təcili tibbi yardım şöbəsində həkimin müayinəsi zamanı şəxsin həyati əlamətlərinin olmadığı müəyyən olunub. Ölümün digər dəqiqləşdirilməmiş formaları diaqnozu təyin edilən şəxsin nəşi təşrih üçün məhkəmə tibbi ekspertiza və anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.